süni zəka ilə hazırlanmış musiqilər var da, xanım, bəy səsləri var, biz ona qulaq asırıq. Bunu biraz nəyə oxşadıblar hər zaman? Deyir ki, bu hər zaman olacaq və bunu sanki biraz fast food-a oxşadıblar. Amma deyir ki, biz hər zaman belə deyək də, hansısa yeməyi yeyirik və amma yemək yeyəndə deyirik, ev sayağı yeməyin qiyməti daha biraz bahalı olur və yaxud süni zəka ilə hazırlanmış musiqiçinin səsi bir müddətdən sonra adamı yorur. Mən bunu yoxlamışam. Siz bilməm, yoxlamısınız yoxsa yox. Bir dəfə yoxlayın. Məsəl üçün siz atıram, Röyaya qulaq asarsınızsa, Röyaya illərlə qulaq asarsınız da. İndi mən Röyaya qulaq asıram. Sözsüz ki, xoşum gəlir. Mən Röyanı çox sevirəm. Yəni, amma siz bir süni zəkada olan bir musiqini dinlədikdə maksimum 4-5 dəfədən sonra bezəcəksiniz. Çünki insan kimyası yoxdur orada və insan kimyası olmadığı təqdirdə siz artıq ondan yavaş-yavaş qopacaqsınız və bu bir növ Röya belə deyək səsini daha da bahalılaşdıracaq.